Herkese salam dostlar. Her vaxtınız xeyir olsun. Deməli arkadaşlar, kargom gəlib. En gözlədiyim, en önemli olan kargom gəlib. En büyük kargom. Gedirəm qızlar, onu götürüm. İnan o kadar səbirsizlənirəm. O kadar səbirsizliklə. Selam. O kadar səbirsiz, böyle uşaqlar deyil. Xara deyil, salam verir. O kadar səbirsizliklə gözləyirəm ki qızlar, bu kargomu, burada olan sifarişlerimi bilmezsiniz. Salam. Çıkılı uşaqlar deyil. Hamısı bir salam verir. Neyse, gedək indi kargomuzu götürək. Dünən getdim, işləmirdilər. Bugün işləyirlər. Dedilər, gəlin götürün. Gedək görək. Kızlarım, sifarişlerimi götürdüm. Burada bir sürü xoşbəxtçilik var. Bilirəm ki, belə videoları çox sevirsiniz. Mənim özüm də çox sevirəm. İnanın Allaha, belə açılım videoları falan yoxdur. Qızlar nə sifariş elədi falan. Otururam, axıra kimi baxıram da, yəni. O kadar maraqlı olur ki mənə. İndi gedək bir yerdə açaraq görək ən çox hansını bəyəndiniz. Fikirlərinizi yazarsınız. Arkadaşlar, sən dedi. Arkadaş açaq. Kızlar baxın, kargomuzu Melis'lə beraber açırıq. Melis yuxudan indi durub burada. Duran kimi gəlib ki, nə yapsan? Denə, nə yapsan? Dedi, açaq, de, al açaq. Açın. Ürəyə partlayır bayaqdan. O kadar her şey bunun yanında atmışam ki kızlar. Elə deyir, al. Heç atmır. Ne yapsan? Bunlar nə deyir? Görün, sifarişlərim düz gəlib. Yəni görək, ya Allah, getdik kızım. Hə, bunu birinci açaq. Birinci kızlar, bunu açırıq. Bu nədir aşkım? Ya bunu açaq, sonra onu açaq, Melis. Melis, ya bunu açaq, sonra onu açaq. Ay Melis. Mama ne güzel kofta alıp özüne. Ay Allah. Kızlar, bu dəfə bütün sifarişlərim özümədir. Melis'e de vurmamışım, ben tazirə vurmam. Ancaq özümə. Necədir bu kofta kızlar? Bir dənə fikir. Digər başla yarat, şuraya yaratın. Bakın kızlar. Çok mühteşemdir. Bu gözlədiyimdən də artıq gəlib. Necə nə gözəldir kızlar. Bundan burada tapa bilməzdim. Gözəldir. Fikirlərinizi yazın, görün, rengi de bu arada çok qəşəngdir. Açacağım aşkım, qobuna baxım. Sonra onu açayım. İndi sen oradan ver, ürəyin alsın istəyir, onu açayım. Bunu açayım. Ay Allah, kızlar bu dəst olmalı. Hamısını emrazmer bulmuşam. Hamısı emrazmerdir. Belə bir sport dəst vurdum. Necə nə gözəl gəlir bunlar. Belə bir köynəyi var kızlar. Belə bir qəşəng köynəyi var. Çox gözəldir ama çox bəyəndim bunu. Elə kızlar necə orada görsənirdisə elədi. İnşallah əyində qalış qəşəng olar. Şalvarı da belə bir formada. Şalvarı əsli istədiyim kimidir kızlar. Elinidir. Buna baxın. İstədiyim kimidir. Böyürləri belə. Ayağı da belə enli formada. Bunu da çox bəyəndim. Kızlar, bir tane siz de yazarsınız ki, görüm ən çox hansını bəyəndiniz. Bəlkə ola bilər ki, geyinib əynimə də görsədərəm hətta. Bir geyinib kombin edib görsədərəm, siz də baxarsınız. Əynimdə daha yaxşı bilərsiniz. Hə, bunu birini necə vurmuşum. 2 dənə gəlməliyəm. Kızlar, bax belə bir şey vurmuşam. Birini necə vurmuşam, birini özümə. Hə, bundan başqa rəngim vurmuşum. Bunu kızlar çox sevirəm. Ay aşkım, gözlə həyatım, səbirli ol, qoy qalsın da açacağım, yaxşı? Başına benim. Gözlə səbirli ol. İndi açacağım. Bunun kızlar başka rəngin keçən dəfə vurmuştum. Keçən dəfə deyəndə keçən il. Keçən il vurmuştum. 2 rəngimi vurmuştum. Bu çox bəyəndim. Çünki materialı çox qəşəng gəlmişdi. İndi gördüm, istədim ağ rəngində vurum. Çünki bunu çox bəyənirəm. Yəni bu, hə, 2 dənə gəlir. Necə, ikisi də eynidir. 2 dənə vurmuşam kızlar. Biri necələ, biri mənə. İkisi də eynidir. Materialı o qədər gözəldir. Sağ sınka var ya, ağ. Ondan qəşəng gedəcək. Buyur Nigar xanım. Bunun güzel Tuğla. Mübarəkdir. Ben ama sen hiç ne almıyorum ama beni alayım. Tamam bakmayın, bu materialı o Çox bizimden daha gözəldir. güzeldi. Hə, çox gözəldir. Belə bir şalvar vurdum kızlar. Orada hamı tərif edirdi. Hamı tərif edirdi ama əsl yaylıq da Nigar, nə var? Çox sərin material var.
O qədər təriflədikdən sonra el razmer vurdum ki, boş qalsın. Bacım 5 xl vardı da. Necə böyük deyil amma. Belə qızlar, böyründə belə cibləri var. Burada belə. Bunları qismətidir. Bu hə, deyəsən bu cünlərdir. Amma qızlar çox bəyənərək bunu vurmuşam. Ağ köynəklə bunu qəşəng kombin edə bilər. Amma əslində necə mən böyük sevirəm. Açdım da bu gün bax səlvardır, səlvarda. Ne güzeldir. Yekənə də geyinərsən, benziyor. Bunu atır ki, o birisini at. Kızlar, Melis imkan vermir. Bunu ancaq əynimdə tam olaraq göstərəcəm sizə. Bu nədir? Akka. Belə cins ayaqqabı, akka deyəcəydim. Belə cins ayaqqabım yox idi. Burada qızlar 40 razmer yazılıb, amma 38 razmerdir. Amma necə, buradakilardan yaxşı gəlir. Bu imenli bu ayaqqabı qəşəng gəlir. Allah aşkım. Qızlar, bu ayaqqabını vurmağa dəyər. Düşünürəm, çünki çox qəşəngdir. Cins tulum almışam, cins çox almışam. Ona görə də belə butik vururam. Sonra ona uyğun belə qəşəng sırğa vurmuşam. Bu dəfə ancaq cinslərə çox önəm vermişəm. Yəni ancaq cinslərə yaxın göy rənglər vurmuşam. Nədir? Bu da kəmərdir, kəmər. Qızlar, bunu da donun falan üzərindən vurmağa sifariş eləmişim. Hər çox qəşəngdir. Bu istəyir biləm çox balacadır. Boyun bağı kimidir. Yox, qırağında ona yaramaq su yerdadır. Amma çox gözəldir. Baxın qızlar. Aşkım. Ne gözəldir. Tak, 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 tak. Ay Allah qızlar, buna baxın. Dəniz qızına oxşadım. Ay Melis'in ne gözəl seti var. Bəh, bəh. Əslində qızlar, bu sırğanı burada bir əlbisə var. Onunla geyinməyə vurmuşam. İndi göstərəcəm. Bu nədir bilmiyorum. Nədir Melis? Ne yapsan? Ne yapsan? Hə, proşkalar. Bacımız dözməyib belə bir proşkalar da sifariş edib. Proşkanın cinsini də vurmuşsan. Proşkanın hətta cinsini də vurmuşam. Allah bu imkan verirsə. Qıtaydır. Bu bununla da gedir. Necə fikir verir? Bu cinslərin hamısı. Bu dəfə ancaq cinsə yaxın vurmuşam. Göylərlə gedirsən. Bu dəfə hə, nəsə danışır. Hə, nə gözəldir. Görüşək arkadaşlarım. Təqdimatını eləyirsən. Hə, arkadaşlar, bu Melis'indir. Baxın, bunu Melis'in saçına vururam belə. Ne gözəl oldu. Arkadaşlara denən, arkadaşlara denən. Denə mamam gözəl bu şeyi alıb proşkanı mənə. Ne gözəl oldu. Yox, bu yaxşı olmadı. Böyle təzdən vururum. Hə, denə arkadaşlar, bunu mama aldı mənə. Azarfas ancaq dayan göy vurmuşam, bacı məni buna mı? Bu nədir bəs? Göy cins, cins saat vurmuşam. Bax dedi, dünyanın düzünü çoğu qoyub, ancaq cins vermişəm bizlər. Ne gözəldir Melis. İmkan verir açam. İmkan verir. Harada belə poşet görünüb partladırdım necə. İmkan verirsən axı alçaq. Bunun hamısını taxacam qızıma. Arkadaşlara denən ki, baxın, denə nə gözəl saatdır, belə cins saat. Gəl, gəl taxım sənin qoluna, gəl. Ay Allah, qızlar, baxın Melis'in saatına. Ay Allah, nə gözəl. Gözəl, ay. Görsək arkadaşlar. Qızlar, qoy yaxından çəkim sizi. Ay Allah, hə, danış, baxsınlar. Ora bax da, ora bax, qızlara görsət, hə. Melis, bax, mama mən alıb, sən almayıb amma. Ne yapsan? Mama mən alıb, amma sən işini almayıb bu dəfə. Aldım da, bunun hamısı Melis'indir də. İmkan verməlisə açaq, nəsə, indi bunu açaq. Qızım olar mı açım? Açım bunu? Cəzə verirsin. Bu donu çox bəyənərək vurmuşam Nigar, inşallah. Ayda nə gözəldir, Nigar, bu materialına bax. Bunun başqa formalarını gərək vurardım. Gözəldir. Çox gözəl. Rəngi o qədər də yaxşı deyil. Gəl fərqli bir şey oldu. Nə oldu? Boş oldu. Hər şey göy rəngdə deyil oldu həqiqət. Ha, şalvar, ayaqqabı, proşka, köynək. Niyə elədin aşkım? Bu yıqırsan. Normalda göy rəngi sevirsən desən, bəlkə də sevmirsən. Ən sevdiyim rəng pəmbə rəngdir. Amma nəsə göy, bu ara ancaq göyə dadanır. Mən elə bir depresiya... Ay, açın. Mən elə bil qızlar, depresiya düşəndə göy rəngə qaçdım, elə bil. Aşkım, nə gözəldir, bax.
Nətərdir qızlar bu? Mən bunu çox bəyəndim. Kəmərlə kombinasyon qəşəng olur dənizə geyinməyə. Çox qəşəngdir. Elə ora vurmuşam. Məclisdə falan harasa belə gedim. Aycan. Ayaqqabısını görsən. Sən burada Ana doyarsan. bunu da açıb. Aç qızım. Bunu doyub olsun. Çok edə bilirəm. Demək ki, Yox, köynəyi var ha. Orada köynəyi var. Yox, bunun köynəyi deyil. Bu dəstəyik axı. Köynəyi var ha orada. Aycan. Akashi. Akashi. Hə, deyinim Akashi. Qızlar məni aldadıblar. Qızlar aldandım. Yücel bu düz görsənib tək gəlib. O çok qəşəng. Orada bir dənə göy köynək var da, o da bəlkə var. Oradan Yox, deyil aşkım, o deyil. Aç bax da. Yox, bu deyil, həyatımda. Dəst gəlir, başqa tək vurmuşam bunu. Demirəm, bu aramca göy vurmuşam. Qızlar aldandım. Bu dəst görsənib, aşkım bunu göstərəcəm sənə, dəst vurmuşdum. Belə uzun da köynəyi var Onu idi. kombinləyirlər ki, paltar qəşəng görürsən, sən də aldanmısan. Yox, elə eyni köynəyi idi, yazılmış ki takım. Deməli, məni loxladılar. Məni necə Paramı aldatdılar. geri istiyorum. İlk dəfə, yox, ikinci dəfə düşün məni aldadılar. Paramı geri istiyordum. Ona görə qızlar aldanmayın. Gözümə nə sol böyük, kipliyim elə bir gözümə. Geyindi aşkım. Geyinirsən? Hı. Deyir bunu at, mən geyinim. Başıma xeyir, al geyinim. Ha, neynəsin aşkım? Allah gözünə gör, gözünə gör. Hə, Əsəbləşən kimi qızlar belə artist deyilik. Başımı oynatır vallahi. Deyir geyinim, hə, geyinim. Geyin. Aferin, hə, gidin dobisində Nijerə denən geyinsin. Ay. Nicərinə çöməyinə geyinsin. Belə bu ayaqqabı manyağı. Nətərdir bir şey? Desəkdir? Nətərdir? Biraz böyüsün. Sənədən bir dənə paltarını qoymayacaq qala. Hamısını daşıyıb özünə. Mənə deyirdilər, mən inanmırdım, amma həqiqətən də elədi. Bu şortikdə yazarsınız qızlar. İndi bu bislər geyinəcəm, baxarsın. Mənə Nijer, mənə baxıyor, nə var? Deyir, sən geyin. Mən geyinim. Hə. Haqqanı mən geyinim. Ana mes bunu da ver. Deyir, haqqanı geyin. Akashi. Geyinim yaxşı. Buranın 2 dəqiqə görün, nə gözəlləşdirdik qızlar. Sən görüm aşkım. Mən geyinim, hə? Yaxşı. Aa, nə gözəl oldu. Aa, geyindim. Hə, nə oldu, çıxardım. Nə deyirsən geyin? İndi keçək qızlar bu köynəyə, nəysə yaman aldandım, yaman pis oldum dostlar. Nigar, videomuz başdan ayağa göstərir həyatım. Oradan çünki sən baxdın, mən bilmirəm. Yaman da göstərdim də arkadaşlara. Qızlar, belə bir qəşəng köynə Nigar, bu köynə kimi gözəldir. Çox qəşəng. Hə, bu necədir aşkım? Necədir qızlar bu? Gözəldir. Nəysə, belə ortalama oturum, Melis xanım getdi. Belə qəşəng köynə vurmuşam qızlar. Bunu da çox bəyəndim. Amma hamısını təbii ki, əynimdə geyinəcəm, siz baxacaqsınız. Bunun altına qəşəng belə mayka geyinəcəm ki, belə qarın falan açıq olmasın. Belə qəşəng bol şalvarla. Demək olar, hər şeyi göyrəklə sifariş eləmişəm. Bu nədir bəs? Belə bir ağ sadə köynək sifariş elədim. Belə qızlar. Amma qəşəngdir. Bunun da materialı qəşəngdir. Belə bir şalvar sifariş eləmişim. Haycan. Nə? Yerlənmək istəyirsən? Haycan. Haycan. Yerlənmək istəyirsən? Hə, gözlə gələm. Bunu bir dənə qızlara göstərdim, gələm. Yaxşı? Tamam. Baxın qızlar, belə bir şalvar sifariş eləmişim. Bu dəfə Nijarıcıya çıxdım, bacı göydüm. Keçdim qırmızıya. Baxın qızlar, belə bir şalvar. Ön hissəsi belədir. Arxa hissəsi belədir. Amma çox qəşəng şalvardır qızlar. Material da çox qəşəngdir. İndi bunu geyinəcəm, tam olaraq əynimdə baxarsınız. Buna uyğun bir dənə belə bir köynək sifariş elədim. Gəl bax, ondan geyinməyə belə bir köynək. Qəşəngdir qızlar. Bu da superdir. Nəysə, bu ara ancaq keçdik rep stillərinə. Rep deyəcəm qızlar. Nətərdir, bu necədir? Belə denə biz nə bilək bazı, gedəyini və geyinlər elə bilək. Melis xanım dağıtmaqla məşğuldur.
Demək ki, bu da təkdir. Necə bunu da mənə cüt adı ilə satdılar. Allah'ın olsun, bu da təkdir. Neynirəm mən bunu? Vay. Necə gələcək aşkım da getdi. Mənə belə çox sifarişlərim gəlməyib. Qızlar, indi bu videonu çəkəndən sonra gedim bir Temuya baxım, Temuya yazım ki, bu nə deməkdir. Bax, bunu dəstalda vurmuşdum qızlar. Mən bunu təhniyinirəm, bunu mən təhniyinlə kombin eləyəcəm. Bunların hər birini mən cüt halda vurmuşam. Orada da yazılmışdı ki, takım. Özdə oxuyub alıram ha. Daha sonra qızlar belə bir cinsə yaxın sırğa vurmuşam. Qızlar, köynəyim bu şəkildədir. Bu ön hissəsidir. Bunu belə qəşəng lasi ilə geyinə bilərsiniz. Qolları falan belə qəşəng enlidir. Çox bəyəndim. Hal-hazırda qızlar əynimdə korset olduğu üçün hər dəfə vurğulayıram. Çünki mən bir neçə müddət korsetdə gəzəcəm və ödəmim hədsiz çoxdur və hansı həkimə deyirəmsə, deyir 6 aya ancaq gedəcək. Ona görə məcbur gözləməliyəm. Bu nə diyetlikdir, nə başqa bir şey. Yəni 6 ay ödəmim var. Yəni 6 ay belə idarə edəcəyik. Arxa hissəsi belədir qızlar. Köynəyin arxa hissəsi. Amma çox qəşəngdir. Sizdə necədir? Ən çox hansını bəyənsəz qızlar yazarsınız. Bunu belə qara lasimdən falan geyinməyi düşünürəm və ya qəşəng cinslə falan bunu qəşəng kombin eləyə bilərəm. Deməli qızlar, belə bir əlbisə vurmuşam. Bunu hədsiz dərəcədə çox bəyəndim. Material olaraq, belə görkəm olaraq, görünüş olaraq çox gözəl gəlib. Belə dizdən bir damcı yuxarıdır, amma çox möhtəşəmdir. Mən lasinin şalvarın üstündən və korsetin üzərindən geyinmişəm deyə bu şəkildə qala bilər, amma çox gözəldir. Yəni bundan düşünürəm ki, bir fərqli rənglərini də vura bilərəm. Çünki yəni çox bəyəndim. Həm materialını, həm belə əynində qalışını çox bəyəndim. İndi dediyim kimi, həm şalvarın üzərindəndir, həm də ki, əynimdə korset var deyə bu şəkildə qala bilər. Amma qəşəngdir. Bundan məncə almağa dəyər. Bunu özdə çox baha vurmadım. Qızlar, haradasa 22 manat mı ya 25 manat mı belə bu şəkildə. Qiymətdə çox münasibdir. Necədir? Ən çox hansını yaraşdırsaz yazarsınız. İndi bacımız bunu qəşəng kombin eləyəcək. Saçım qısadır. Gedirəm inşallah qaynaq yığdıram. Qaynaqsız olmur qızlar. Onda qəşəng uzun saç. Uzun saçla həqiqətən də qadının gözəlliyi onun uzun saçlarıdır. Gedim qaynağımı yığdırım, qəşəng buradan qaynaq yığdıracağım. Saçımın rəngini dəyişməyi düşünürəm. Bacımız çox qəşəng bir dəyişim eləyəcək. Deməyəcəm nə rəngdir, tamam çox qəşəng bir şey var ağlımda. İnşallah yaxşı olar. Yəni o paltarla, o saçla məncə paltar çox yaxşı gedər uzun saçla. Qısa saçla getmir. Qısa saçda çoxsu yazır yaraşır. Məncə arıq olanda daha çox yaraşırdı. İndi ödəmim var deyə qızlar, bu ödəm də 6 aya gedəcək. 6 ayda belə saçla fırlana bilmərəm. Biraz özümə baxmalıyam artıq. Və qızlar, belə bir qəşəng kombin elədim. Şalvara ayrı vurmuşdum, köynəyə ayrı vurmuşdum. Amma məncə çox gözəl gəldi. Şalvar M razmerdir, köynək də M razmerdir. Belə arxadan da belə görsədim bu şəkildə. Məncə çox qəşəng kombin oldu. İndi dediyim kimi də saçlar falan olsa, biraz makyaj, onu da təsəvvür edeyim. Məncə daha qəşəng qalacaq. Bunlarla qəşəng bacımız şəkil, video çəkəcək, sizlə də bölüşəcək. Amma öz fikirlərinizi yazın, görüm necədir. Təbii ki qızlar, altda lasim var, lasinin üzərindən giymişəm, korset var. Ona baxmayaraq yenə də məncə çox qəşəngdir. Əslində mən qızlar, normalda S, XS geyinirdim, özümü arıqladanda. İndi ödəmim olduğu üçün M razmer geyinirəm. Amma S geyinəndə belə məncə bunlar mənə qəşəng qalacaq. Daha da boş qalacaq və daha da qəşəng qalacaq. Şalvarı, köynəyi çox bəyəndim. Bundan öncəki geyindiyim donu da çox bəyəndim. O köynəyi də çox bəyəndim. Yəni bunlar məncə çox qəşəngdir. Prosta zövqlər müxtəlifdir. Siz nə düşünürsünüz? Onu da yazarsınız. Bu dəsti də çox bəyəndim. Prosta ki burası çox qısadır. Bunu dediyim kimi altından məncə belə mayka falan göstərdim ki baxasınız. Bax bu. Bunun başqa rəngləri var. Mən Melis imişəm verəcəm. Hay can. Melis deyil. Şəklinə bax danışır.
Bunun qızlar başqa rəngləri də var məndə. Bunu çox bəyəndiyim üçün həm baldızımı, həm də özümə sifariş elədim. Ümumiyyətcə qızlar çox gözəl gəlir də. Bunu yufqa ilə falan da geyinsəz çox qəşəngdir. Onun şalvarını məncə başqa köynə ilə də qəşəng kombin edə bilərəm, hə? Onun şalvarını başqa köynə ilə kombin eləsəm çox qəşəng qalar. Nəysə, gedək o birisi kombinimizi geyinək gələk. Qızlar, daha sonra belə bir kombin. Bu şalvarı çox bəyəndim. Bunu Elrazmə sifariş eləmişəm. Mükəm verim. Aşkım otur. Hə, belə bir şalvar qızlar, belə bir altına köynək. Bu köynəyi çox bəyəndim, qolu belə. Prost dediyim kimi də qızlar, hər dəfə də deyib sizi bezdirirəm, korset olduğu üçün belə görsənir. Amma şalvar belə normal olaraq çox qəşəngdir. Belə biraz yuxarı çəkib də geyinə bilərsən. Amma mən belə şalvarları belə aşağıda daha çox sevirəm. Formada aşağıda olanı daha çox sevirəm. Bu kombinimiz nasıl kızlar? Necədir bu kombinimiz? Elə bunlar əlimdə olmuş üçün gedim o tək-tək köynəkləri də sizə görsədim. Bir də jeans oyun olmasın, gözləyim. Bunun altına mən düşünürəm ki, mayka geyinib, məsələn, bununla belə kombin edə bilərəm. Qəşəng cins sırqa, qəşəng belə maraqlı bir şeylərlə kombin eləmək olar. Belə necədir? Köynək özü çox qəşəngdir, bunu da çox bəyənirəm. Ümumiyyətlə, bu tip köynəklərdir, şalvarlardır, çox bəyənirəm. Belə şəkildə. Gedim, indi o biri tək köynəyi də geyinim, gəlim, görsədim, sizə bazı şık olar. Qızlar, bu köynəyi bu şəkildədir. Köynəyi hədsiz çox bəyəndim. Amma yanıldım da, yəni məni Temu aldatdı. Çünki mən bunu belə dəst halda görmüşdüm, dəst halda istəyirdim. Amma heyif ki, şalvarı gəlməyib. Bir dənə də burada şortik var ya, onu prosto geyinə bilməyəcəm. O biraz qısadır. Bunu çox bəyəndim qızlar, amma prosto ki, bunda köynəyi gəlmədi. Bunu evdə giyinmək üçün sifariş eləmişdim köynəyi ilə bərabər. Köynəyi gəlmədi, sadəcə belə şortki gəlib. Nə bilim, yəni yanıldım, heyf. Bunun da şalvarı var idi, şalvarı gəlməyib, belə təkcə köynəyi gəlib. Onda mən bunun nəyini o qədər pul ödədim, bilmirəm. Çox heyf. Heç nə qızlar, bunları geyindim, baxdınız əynimdə qalma şəklinə. Prosto ayaqqabını geyinə bilmədim, ayaqqabını da zaten görsətdim. Ayaqqabını geyinə bilmədim, amma ayaqqabı gözlədiyimdən qat daha qəşəng gəldi. Məncə oradan krasovka vurmağa dəyər. Mən demək olar ki, çox ayaqqabılarımı oradan vururam, çünki çox bəyənirəm, qəşəng gəlir. Çox adam deyir ki, belə, amma qəşəng gəlir. Düzdür, biraz bu aralar biraz gec gəlir Temunun sifarişləri. Amma çox bəyəndim, çox qəşəng gəlir. Hələ sifarişlərim hələ də var. Bu qızlar 200 manatlıq olan sifarişlərim idi. 200 manata bu qədər şey aldım. Həm ayaqqabısı, həm köynəyi, həm dəstər. Belə. Sizcə 200 manata bu aldıqlarım dəyər, yoxsa dəyməz? Ən çox içərisində hansını bəyəndiniz? Onlar da zəhmət olmasa yazın, fikirlərinizi bilin. Bir dənə arxa fona baxın, arxa fona baxın. Burada qız hoqqa verir də, yəni imkan vermir. Ay Allah, az yıxılarsan. Gör, nə edirsən aşkım? Hə, nəyə belə edirsən? Yaş sindromudur, nə var qızlar? Mama. Ay can. Nəyə edirsən ömrüm? Yıxılarsan, Meris. Gəbir aşkım. Elə yıxılarsan axı. Yıxılarsan, ömrüm. Biz yıxılmaq istəmişdin sən? Hə? Yıxılmaq istəmişdin sən? Hə? Aşkım, niyə edirsən? Hı? Niyə bilir, ay dostlar? Bilən varsa bir dənə yazsın da. Ağzını dağıtma, qatlalamışam. Hay Allah. Nəfəsin kəsildi. Yaxşısı qızım, gələ səni yatıstırım mən. Şort tükü, qızlar ona bir dənə baxın siz Allah. Şort tükü düşüb belindən. Qızım, şort tükü düşdü belindən. Niyə eləyirsən mama? Ay mama, niyə eləyirsən? Uy. Aşkım, hele eləmək olmaz yaxı, ömrüm. Hayatım, ay can. Hele eləmək olmaz. Melisa. Eləmək olmaz. Sen şu ağıllı kızsan. Dostlar, gəldik videomuzun sonuna. Bugünkü videom istədim ki, ancaq və ancaq
Temu sifarişləri olsun. Çünki bilirəm ki, mənim kimi siz də sifarişləri, açılım videolarını çox sevirsiniz. Bir də fikirlərinizi yazarsınız. Mənim üçün çox maraqlıdır ki, ən çox hansı geyimi bəyəndiniz. Bundan öncə də nə qədər paltar almışam qızlar. İnşallah hamısını bir kombin edib sizlərlə bölüşəcəm. Bir dənə dua edirəm ki, mənim bu ödəmim tez getsin, amma mümkün deyil. Ancaq 6 aya gedəcək. 6 aya geçsəydi rahat olardım qızlar. İstədiyim çəkiyə qayıdardım. Amma ödəm imkan vermir. Çünki kesirdən sonra qarın bilirsiniz də, yəni nə olur olsun qalır, mümkün deyil. Amma diyet etdikdən sonra rahatlıqla o qarın gedir, əriyir. Amma ödəm olandan sonra nə qədər diyet eləsən də faydası olmur. Mən təsəvvür edin ki, çox az yemək yeyirəm. Yəni Günan Arifin bilirsiniz diyet proqramındayam. Günan Arifin yazdığı nə varsa hamısını edirəm. Sadəcə dediyim kimi o bizdə olan bir şey deyil. 6 ay ödəm olur. Yəni bizdən çəki getsə də amma ödəm qalır. O ödəm də gedənə kimi mən zülm çəkəcəm. Yəni yayı yola verəcəm, ondan sonra ödəm bitəcək. Kaş bir möcüzə olardı bu 6 ay. Göz qırpımında gəlib gedərdi, ödəmim gedərdi. Aldığım paltarların hamısı da əynim olardı. Nə qədər paltar sifariş eləmişəm, hamısı əynim olur. Prosto mən boş istəyirəm də, yəni əynimə boş qalsın. Deyəcəksiniz, niyə el razmer vurmamısan? Çünki qızlar dediyim kimi ödəmim var, mən el vursaydım, o mənə lap torba kimi olacaqdı. Bir də aparıb yığdırmaq məcburiyyətində qalacaqdım. Ona görə də məcburən belə oldu. Bir də qızlar, dəhşətli dərəcədə çoxlu kommentdə suallar vermişsiniz. Niyə Ofşun xəstəxana çıxışına getmədiniz? Niyə Zeydin mahnısını oxumursunuz? İstəyirəm buradan tam ətraflı bunu sizə deyim. Siz də bilin, day bu söhbəti bağlayın. İnşallah Allahın izni ilə Zeyd balamızın mahnısını onun özəl bir günündə oxuyacaq. 40 eləsələr, inşallah 40-ında oxuyacaq. Ad gün eləsələr və ya sünnət olsa, inşallah onu da oxuyacaq, təqdim edəcək. Əsas Zeyd balamızın mahnısını anası, atası görüb. Amma istəyirəm ki, özəl günündə təqdim edək. Yəni dediyim kimi, ya ad günündəmi, ya sünnətindəmi və ya 40-ndamı həmin vaxtda özəl bir günündə təqdim olunsun. Qaldı xəstəxana çıxışına getməməyə. Qızlar, xəstəxana ani bir qərarla olduğu üçün, yəni mən bilmirdim. Sonra bilmişəm. Yəni xəstəxanadaydı mən biləndə. Həm də ki, qızlar, bu var ki, mən zaxlıyam, yəni düz olmaz mənim körpü uşağın üstünə zaxlı halımla getməyim. Heç elə mənim 40-ım çıxmayıb. Yəni Ofeliya şükür Allaha yazmısınız, küsmüsünüz, nə ona görə xeyr, yəni şükür Allaha, min şükür Allaha. Ofeliyadan mən çox razıyam. Ofeliya dostluğa çox mərd qızdır. Yəni dostluqlardan əlavə o mənim bacımdır. Şəhliyar qardaşla Tacir, maşallah, maşallah, maşallah. Yəni çox yaxşıdırlar. Ofşla mən, yəni hər dəqiqə danışmasaq da, amma bir gündən bir, nə bilim 2 gündən bir danışırıq. İnşallah Allahın izni ilə Zeyd balamızın 40-ı çıxsın. Gedəcəyik təbii ki. Yəni mən özüm də istəyirəm gedim. Tacir də istəyir getsin. Sadəcə dediyim kimi mən zaxlıyam. Düz olmaz ki, mənim körpü uşağın üstünə elə getməyim. İnşallah mənim 40-ım çıxsın. Uşaq da 40-ı çıxsın. Allahın izni ilə gedəcəm. Çox yaxşı. Oranı ümumiyyətcə biz çox sevirik. Bizim üzümüzə necə yaxşı baxıblarsa, ümumiyyətcə Ofşilin qonaqpərvərliyi çox yaxşıdır, çox qəşəngdir. Ofeliya da bizə gələcəkdi, sadəcə gələ bilmədilər. Çünki Ofşun reklam çəkilişləri çox idi. Bundan da əlavə biraz ağırlaşmışdı. Həm də qızlar bilirsiniz, Ofş yeni ana olub. Hamı yazıb ki, gedin, 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 gedin. Elə olmur axı. Hər bizim ağlımız əsəndə duraq gedək, elə olmur. Yəni Ofş yeni ana olub, o rahat olmalıdır, rahat geyimdə olmalıdır. Əməliyyat olan insan üçün çox çətin olur. Mən də bilirsiniz, yeni əməliyyat olmuşam. Hardasa mən də 2 həftədə əməliyyat olmuşam. Yəni çətindir. Keysər əməliyyatı ümumiyyətcə çox ağırdır. Ofşa hal aldı ki, bugünkü gün ayaq üstə durub rahat şəkildə gəzə bilir.
Belə qızlar, inşallah ki, tam olaraq fikrim sizə çatdı. Bu açıqlamanı da verdim ki, üstümə dəhşətli dərəcədə çox gəlirsiniz və sizin əlinizdən nə canlı aça bilmirəm, nə də video paylaşa bilmirəm. Ancaq o suallarla bağlı yazırsınız. Yenə deyirəm, Ofeliya mənim ürəyimdir, mənim bacımdır, mənim canımdır. Uşaqlar da həmçinin. Sadəcə mən zaxlıyam, dediyim kimi. İndi hal-hazırda gedə bilmirəm. Onu heç vala ofuşda bilmir. Mən özüm öz düşüncəmdə bunu düşünürəm ki, yəni düz gəlməz. Heç düz gəlməz. Yəni uşağın 40-ı inşallah çıxsın. Allahın izni ilə gedəcəyik. Mahnıdakı dediyim kimi inşallah Allahın izni ilə özəl günündə indi ofuşdan məsləhətləşəcəm. Hansı vaxtda istəsə o vaxtda çıxardacağıq. İnşallah ki bu sizlər üçün yetərli oldu. Bu arada qızlar, videonu paylaşan kimi çalışın, aktiv olun. Videolarımızı like eləyin, bol komment yazın və qayd eləyin. Bir də qızlar, ağlımda bir fikir var. İstəyirəm onu eləyim. İstəyirəm ki, izləyicilərimə hədiyyə verim. İzləyicilərim arasında maraqlı bir yarış keçirdim. İndi düşünəcəm, görüm nə yarışı olsun. Maraqlı olar məncə sizin üçün də. Düşünəcəm, görüm nə olsun. Onu da sizlə bölüşəcəm. İnşallah ki, qızlar, bu videomda sizlər üçün maraqlı oldu. Öpürəm böyüklərimizin əllərindən, kiçiklərimizin yanağından. Bizi izləməyi, daimi izləməyi unutmayın. Çalışın ki, videomuzu sonacan izləyin. Sizi çox sevirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənim izləyicilərimsiz. Allah məni sizə, sizi də mənə çox görməsin inşallah. Öpürəm sizləri. Allah'a əmanət olun. Növbəti videoda görüşənədək çalışın, aktiv olun ki, mən də tez-tez videolar çəkim və uzun videolar çəkim. Öpdüm sizi qızlarım. Hələlik.